Şamaxı rayonunun Bağırlı kənd sakini Gülbəniz Feyzullayeva ötən gündən etibarən naməlum istiqamətdə evdən çıxaraq bir daha geri qayıtmayıb. Yaxınlarının verdiyi məlumata görə yaşlı qadının qəfildən gözdən itməsi və evinin yolunu tapa bilməməsi onun yaddaş problemi yaşaması ilə bağlı ola bilər. Ötən gecədən bəri ailə üzvləri, qohumlar və kənd sakinləri tərəfindən ərazidə, ətraf çöllük və dərələrdə geniş miqyaslı axtarış işləri aparılsa da, hələlik Gülbəniz Feyzullayevadan heç bir xəbər almaq mümkün olmayıb. Zaman keçdikcə ailənin narahatlığı daha da artır. Şəkildə gördüyünüz Gülbəniz Feyzullayevanı görənlərdən, onun harda olduğu və ya hansı istiqamətə getdiyi barədə zərrə qədər də olsa məlumatı olanlardan dərhal 102 zəng mərkəzinə və Şamaxı rayon polis idarəsinə məlumat verilməsi xahiş olunur. Xüsusilə Şamaxı və ətraf rayonların yollarında hərəkət edən sürücülərdən, kənd yollarından keçən vətəndaşlardan yol kənarlarına qarşı diqqətli olmaq xahiş olunur. Sizin ötəri gördüyünüz bir detal belə bir insanın həyatını xilas edə bilər. Xahiş edirik bu elanı ətrafınızda paylaşaraq ailəyə dəstək olun.